hörmətli qonaqlar, əziz şahmatçılar və media nümayəndələri, Azərbaycan Şahmat Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunan tədbirinə xoş gəlmisiniz. Başlatmaqda olan il Azərbaycan Şahmat ailəsi üçün bir sıra məqamlarla əlamətdar oldu. Şahmatçılarımız 2025-ci ildə də ölkə idmanı şərəfini layiqincə qorudu. Sözün əsl mənasında, xüsusilə payız aylarında biz bir neçə dəfə şahmat həyəcanı yaşadıq. Həm oğlanlar, həm qadınlar, həm qızlar, həm komandaların bütün kateqoriyaları, hətta yeniyetmələrdən ibarət komandamız Azərbaycana qələbə sevinci bəxş etdi. İlin yekunları barədə çıxış üçün söz verilir. Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədova. Bizim şəhərlərcə çarx olmalı. Əlbəttə, ən öncə mən sizin hamınızı bugünkü tədbirdə sağlamaq istəyirəm. Hörmətli Fərid müəllim, hörmətli Fərid müəllim, Gənclər və İdman naziri, hörmətli Firidun müəllim, bizi görməyə çox şadam. Hörmətli İcraiyyə Komitəsi üzvləri, vitse-prezidentlər, Yaqub müəllim, Bəxtiyar müəllim, xoş gəlmisiniz. Fərid müəllim, bizim bütün məclis tədbirlərimizin 2025-ci ildə ən birinci ulduzudur. Çünki bu ilimiz Faiq müəllimin yubiley ilidir. Bilirsiniz, yubileylə əlaqədar tədbirlər çox oldu. Və 25-ci il barəsində danışmaq çox maraqlıdır. Çünki doğrudan da idman hadisələri ilə çox sıx dolu oldu və çox maraqlı və məhsuldar nəticələr əldə etmişik. Ən əvvəl mən başlamaq istərdim. Mən Azərbaycan yığma komandası üzvlərini görməyə çox şadam burada. Bütün məşqlərimizi, gənc şahmatçıları, jurnalistləri, valideynləri. Ən əvvəl qeyd etmək istərdim ki, il əsasən xüsusi mühüm bir vurğu verdiyimiz, bir vacibliyi dəfələrlə qeyd etdiyimiz Azərbaycan çempionatı ilə başlandı. Azərbaycan çempionatı ümumiyyətlə bizim şahmatçılarımıza dəstək proqram sistemində vacib bir növbə bir yer tutur, əsas yer tutur. Ona görə Azərbaycan çempionatında iştirak, ümumiyyətlə iştirak bizim əsas ümumi şahmat təqvimimizin, şahmat təsərrüfatımızın təşkilində əsas yerlərdə birini tutur. Çempionat maraqlı keçdi, çempionatda nəticələri bilirsiniz, bəlli oldu. Çempionat o qədər gürültülü doğrudan da mediada və ümumiyyətlə müxtəlif kütləvi informasiya vasitələrində əks-səda oldu ki, çempionatın qalibləri artıq tək sırf Azərbaycan çempionatının qalibləri kimi yox, ondan daha çox, daha əhəmiyyətli, daha yüksək bir şahmat nailiyyəti kimi qəbul olunurdu. Bizim üçün çox bir xoş və şad bir hadisə oldu. Yadınıza salım ki, qadınlar arasında Günay Məmmədzadə qalib gəldi, Azərbaycan çempionu oldu və kişilər arasında gərgin mübarizə, hər iki seksiya gərgin mübarizə şəraitində keçdi. Ancaq kişilərdə də Rauf Məmmədov Azərbaycan çempionu adına növbəti dəfə qazandı və biz Bəxtiyar müəllimdən orada bahs edirdik. Rauf neçənci dəfə Azərbaycan çempionu olmuş. Açığı mən sayını itirmişdim, Bəxtiyar müəllim məndən daha yaxşı bilir. Rauf Məmmədov iki dəfə çempion oldu. Sonra çox vacib bir yeniliyə biz elan verdik. Mən qısa tez keçəcəm. Deməli, bu yenilik Azərbaycan Chess Tour deməkdir. Əlbəttə, bizim hamımızın bu yarışlar sisteminə, bu silsiləyə ehtiyacımız vardı. Azərbaycan şahmatçıları çoxunun ümumiyyətlə böyük problemi, minusu odur ki, reytinglər öz qüvvələri real əks etdirmir, yarış praktikaları çox azdır, xaricə getmək əlbəttə çox çətindir. Biz belə qərara gəldik ki, xaricə getməkdən başqa, həm də xarici bizə gəlsin
və biz Chess Tour deyilən bir silsilə yarışlar təşkil etdik və bunun nüvəsində, ortasında əsasında bizim ənənəvi Bakı Open yarışı dururdu. Bakı Open yarışı olduğu kimi aprel-may aylarında keçir. Yenə də açılışda FİDE prezidenti Arkadi Parkoviç oldu, bağlanışda Leyla xanım Əliyeva təşvik buyurdu, çox sağ olsun. Və ümumiyyətlə çox yaxşı, yüksək səviyyədə keçdi həmişə olduğu kimi. Və biz Azərbaycan Chess Tour-a start verdik. 7 turnir oldu. Azərbaycanın bütün bölgələrə tamamilə demək olar ki, əks etdirdi. Böyük sayıda şahmatçılar orada inkişaf etdi, iştirak etdi. Xüsusilə qeyd etmək istərdim ki, bəzi şahmatçılar bütün bu yarışların 7+1 8 yarışın 8'inde də iştirak elədilər. Tunar Davıdı, sonra kim daha? Deməli, Əfəndi Sadəgül və Ələkbər İsmail. Bu üç şahmatçı bütün 8 yarışın 8'inde də iştirak edildi. Mən onlara qeyd edirəm çünki bu da bir fəxr olması bir məqamdır. Xaqan Əhməd gözəl yarışlarda çıxış elədi. Ümumiyyətlə, Xaqan Əhməd bu il tamamilə aktivlə yaza bilər. Həm beynəlxalq olmağı, həm Nakamura həm rezonanslı qələbə, həm Azərbaycan Chess Tour-da uğurlu silsilə iştirakı, reytingin artırması. Sonra yada sala bilərdim ki, qeyri-adi bir yarışımız oldu. Bizim Xalça Muzeyində çempionların savaşı öyle bir yarış oldu. Bizim iki çempiyon Günay Məmmədzadə, Rauf Məmmədov və dünya çempionları Rüstəm Qasımcanov, Antonio Stefanova çox maraqlı bir yarış formatda elədilər. Mən həm Mədəniyyət Nazirliyinin rəhbərliyinə, o cümlədən də Əminə xanıma, Xalça Muzeyinin direktoruna xüsusilə Azərbaycan Şahmatçıları adından təşəkkür bildirmək istəyirəm. Bu uğurlu bu silsiləni davam etdirsək, daha yada salmaq olar ki, biz Avropa çempionatı, kişilər arasında Avropa çempionatı, komanda Avropa çempionatı uzun fasilədən sonra kişilərdən ibarət yığma komandamız qayıdış, dönüş bir növ barəsində öz sözünü söylədi. İkinci yerə çıxdılar, son turacan birinci yerə çıxmaq imkanları vardı. Məncə, fikrimcə bu böyük bir hadisədir ki, Azərbaycan yığma komandası belə bir qayıdışa səbəb oldu. Arada bir vacib bir yarış oldu Grand Swiss. O Grand Swiss nəyə görə vacib oldu? Çünki birinci bizim Grand Swiss dünya şahmatları orada yarışlarda vacib bir mərhələdir. Özbəkistan Səmərqənd şəhərində oldu. Bizim şahmatçılardan ancaq yadıma Ülviyə Fətəliyevanın orada nisbətən uğurlu çıxışı yadıma gəlir. Ancaq orada biz FİDE rəhbərliyi ilə Azərbaycan Özbəkistan yığma komandaları arasında dünya qadınlar arasında dünya birinciliğine getmək üçün seçmə oyun barəsində danışdıq. Əlbəttə, iş belə oldu ki, sonunda biz o yarışa nəhayət getdik. Və bilirsiniz, bu noyabr ayında oldu və biz İspaniyanın Linares şəhərində Azərbaycan qadınlardan ibarət yığma komandası gərgin, həddən artıq gərgin, maraqlı bir mübarizə nəticəsində ikinci yerə, dünyada komanda kimi ikinci yerə nail olmağa, ikinci yerə çıxmağa nail oldu. Əlbəttə, böyük bir nailiyyətdir. Bizim yığma komandamızda burada demək olar ki, tam heyətlə hər birini təbrik edirəm və bütün şahmat ictimaiyyətin bu münasibəti təbrik eləmək istəyirəm. İl boyu şahmatçılar var məhz bu an için çalışır ki, mükafat kazanan ve sonunda iyi ikili qeyd olunan mütləq xatirə fotosu. Təbrik edirik, çok sağ olun. Bak, elə həmin Montenegro'da 10 yaşlı kızların yarışında da Azerbaycan medalsız kalmadı. Medalımızı ise Mehriban Əhmədli kazandı. Avropa Çempionatının gümüş medalçısı dəvət olur səhnəyə. Özü də medalla birlikdə mükafatı təqdim edəcək. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov.
Səhnəyə dəvət oldu. 14 yaş olan arasında Avropa çempionu Xaqan Əhməd. Tüm alışlarınız bir neçə kez turun məhələsində qalib gəldi. Makavuraya qalib gəldi. Mükafatı təqdim edəcək Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Yaqub Hüseynov. Xatirə fotosu mütləq şəkil ora baxaq. Zəhmət olmasa bizim rəsmi foto sağ cihazdadır. Təşəkkür edirik sizə. Çox sağ olun. Medal qazanan kişi şahmatçıları ibarət Azərbaycan millisi təltif olunacaq. Millinin bir neçə üzvü bugün səfərdədir. Müxtəlif yarışlarda olduğu üçün komanda tam tərkibdə bugün bizimlə deyil. Amma mən istəyirəm alqışlarınızla səhnəyə dəvət edək komandanın üzvlərini. Məhəmməd Muradlı dəvət olunur. Mükafatları təqdim edəcək Elm və Təhsil Naziri Müavini Firudin Qurbanov. Məhəmməd Muradlı Azərbaycan millisində artıq gənc üzvüdür, amma artıq uğurları var və alqışlarınızla dəvət olun səhnəyə Aydın Süleymanlı. Və alqışlarınızla səhnəyə dəvət olunur. Komandanın liderlərindən biri 5 qat Azərbaycan çempionu. 6'dır. Amma həmən də 6 qat. Hər zaman dəqiq. Rauf Məmmədov gəlir. 6 qat. Qədir dəqiq sayın. Xatirə fotosu. Bir də alqışlayaq. Bu alqışlar Şəhriyar Mədyarov, komandanın kapitanı Teymur Rəcəbov, burada yoxdur Eltaş Səfərli, hal-hazırda səfərdə olduğu üçün bizimlə deyil. Birisi təltif olacaq, dünya çempionatının ikincisi səhnəyə dəvət olur, mən bir onları dəvət edəcəm. Ayhan Allahverdiyeva dəvət olunur. Eyni zamanda mükafatları təqdim etmək üçün biz səhnəyə dəvət edirik Gənclər və İdman Naziri cənab Fərid Qayıbovu. Alqışlarınızda səhnəyə dəvət olunur Gülnar Məmmədova. Alqışlarınızda dəvət olunur xanım Balacayeva. Alqışlarınızla dəvət olunur Gövhər Beytullayeva. Eyni zamanda indi səhnəyə dəvət olacaq komandamızın birinci lövhəsi. Həm də birinci lövhədə çıxışında qızıl medal qazanan Ülviyə Fətəliyeva. Ülviyə Fətəliyeva da şəxsi Avropa çempionatında ilk Azərbaycanlı qalib Avropa çempionumuzdur. Səhnəyə dəvət olur komandanın kapitanı İlahə Qədimova. Fərqlər çox oldu. Davam edik, hələ məşqçi heyəti gəlir öndə. Komanda ilə çox gərgin məşqlər oldu və bu məşqçi heyətini də biz səhnəyə dəvət edirik. Bizim dəyərli şahmatçılarımız, güralçılarımızda Nişad Abbasov dəvət olur səhnəyə. Özdə mən xatırlayıram bizim çox təcrübəli məşqçimiz Faik Qarayevdir. Xanımlarla işləmək çətindir. Dizgicatdır hər zaman. Və dəvət olur bizim tanımış Qədir Hüseynov. Ümid edirəm ki, bizim bu gümüş medal bütün gençlere, burada oturanlara bir ışık olar, ürəklərinə bir sevinç olar, ruhlandırar onları.
Çünki biz bu nəticələrin daha yaxşısını onlardan gözləyirik. Müəllimlərimizə, kapitanımıza, federasiya və Mahir müəllimə xüsusi təşəkkürlər bildiririk. Təşəkkür edirik. İnşallah daha böyük uğurlarda görüşərik. Sağ olun. Sağlamaq istəyirəm və ümumiyyətlə videoçarxa da baxanda, linkləri də eşidəndə Fərid müəllimin elə qeyd etdiyi kimi, hörmətli nazimizin qeyd etdiyi kimi, Mahir müəllim hər birimizin adını tanıyır, yəni uşaqlardan böyüklərə gedər və hər zaman diqqəti üzərimizdədir. Ona görə demək istəyirəm ki, elə uğurumuzun da böyük payı buradan başlayır ki, mütəmadi əlaqədəyik və çoxsalımızı, yəni minnətdarlığımızı bildirmək istəyirəm. Bu ilin ortasından mən qadın komandası ilə işləməyə başladım və onlara da dərin təşəkkürlərimi bildirmək istəyirəm. Qədir müəllimlə bir yerdə biz düşünürəm ki, çox zövq aldıq qadın komandası ilə məşğul olmaqda. Yəni ilk dəfə idi mən demək olar yarım ilini məşq kimi, şahmatçı kimi yox, məşq kimi keçirdim və zövq aldım. Çox sağ olun, hər birinizə demək istəyirəm və ümid edirəm ki, növbəti illərdə də gənclərimiz bu uğurları mütləq şəkildə təkrarlayacaq və daha yaxşı nəticələr. Təşəkkür edirik və sizə alqışlarla yola saldım. Çünki 2026-dan gözləntilərimiz çoxdur. Uğurlarınız bol olsun. Qarşıda Olimpiyada gəlir, növbəti il.